Deməli, situasiya sualına baxırıq. Yenə cədvəlimiz veribdir. Cədvəl üzərində işləyəcəkdik biz. Bir sualımıza baxaq. Demək, cədvəldə boş xana ilə göstərilmiş DNT, RNT tripletlərin funksiyasını yazacaqdıq biz. Deməli, burada boş xana ilə göstərilən bu tripletlərin funksiyası nədir? Biz bunları yazmağımız istəyir. Bilirsiniz ki, RNT-də bunlar U, A, sonra U, A, G, U, G, A tripletləri idi. DNT-də bunun tərsi nə idi? ATT, ATS, AST kimi yazılırdı. Və burada nə iş görür? DNT-də, RNT-də nə iş gördüyünü bizdən soruşur. Deməli, DNT-də nə iş görür? Birinci onu qeyd eləyək. DNT-də genlər arasında yerləşirdi və bir-birindən ayırırdı bunları. Yəni, belə deyək ki, bir geni digər gendən ayıran həmin stop kodonlar. Yadınızda demişdik, durğu işarələrinə bənzəyirdi. Yəni, durğu işarələri nə iş görürsə, bu o işi görürdü. RNT-də nə iş görürdü? Zülalın sintezinin bitdiyini, yəni başa çatdığını bildirirdi və stop kodları adlandırılırdı. Stop deyirdik biz ona. Yəni belə bir şey idi. Ayırırdı yəni. Elə eyni işi görəcəkdik ki, biz burada stop kodlarının olduğunu qeyd edəcəyik.